Bəlkə də bu dediklərimi eşitməyə ehtiyacın var. Fərqi yoxdur, bu videonun saat neçədə görürsən. Əgər hal-hazırda səni incidəcək bir münasibətin içindəsənsə, əgər hal-hazırda zənglərin, mesajların cavabsız qalırsa və yaxud hal-hazırda işim var, görüşə bilmirəm, sənə və münasibətə vaxt ayıra bilmirəm kimi bəhanələrlə üz-üzəsənsə, oradan qaç. Bilirəm, çətindir, bunu demək asandır, amma tətbiq eləmək çətindir. Lakin bu tipdə yerlərdə, münasibətlərdə, dostluqlarda qaldığın müddətcə sən öz həyatını və özünü ikinci plana atmış olursan və əmin ol, hər kəs, hər şey həyatda nail olacaq, amma sən özünü seçmədiyin müddətcə həmişə hamının kölgəsi olacaqsan. İndi sual verirəm sənə. Hansı daha yaxşıdır? Çətin olsa da getmək, yoxsa qalmaq və qaldığın yerdə bütün yarpaqlarını tökmək?